Yerin coğrafi qütblərinə aid deyil. 1. Kanada Arktika arxipelagında və Adeli torpağında yerləşir. 2. Bütün meridianlar burada kəsişir. 3. Ekvatorla məsafələri eynidir. 4. Maqnit qütbləri ilə üst-üstə düşürlər. 5. Yerin xəyali oxunun kəsişdiyi nöqtələrdir. 6. Kompasın əqrəbi coğrafi qütbləri göstərir. Göründüyü kimi test tapşırığı açıq test şəklində verilmişdir. Burada biz yerin coğrafi qütblərinə aid olmayan fikirləri seçməliyik. Kanada Arktika arxipelagında coğrafi qütblər yox, maqnit qütbləri yerləşdiyindən biri doğru cavab kimi götürmək lazımdır. Bütün meridianlar coğrafi qütblərdə kəsişirlər. Bu əslində düzgün fikir olduğu üçün bunu götürmürük. Ekvatorla məsafələri eynidir. Bu düzgün fikir olduğu üçün test tapşırığı üçün doğru cavab ola bilməz. Maqnit qütbləri ilə üst-üstə düşürlər. Maqnit qütbləri, şimal maqnit qütbü Kanada Arktika arxipelagında, cənub maqnit qütbü isə Adeli torpağındadır. Buna görə bunlar üst-üstə düşmürlər. Buna görə də 4-ü düzgün cavab kimi götürmək lazımdır. 5. Yerin xəyali oxunun kəsişdiyi nöqtələrdir. Oradan da coğrafi qütblər yerin xəyali oxunun yer səthi ilə kəsişdiyi nöqtələrdir. Bu düzgün fikir olduğu üçün bu cavabı götürmək lazım deyil. 6-cısı kompasın əqrəbi coğrafi qütbləri göstərir. Kompasın əqrəbi coğrafi qütbləri yox, maqnit qütblərini göstərir. Buna görə bu yanlış fikir olduğu üçün test cavabının doğru cavabı kimi göstərmək lazımdır. Ona görə doğru cavab 1, 4 və 6-dır.